Ve bizim bugünkü görüşümüz faktiki onun etrafındadır ki dünya gene burulğan içindedir ve doğrudan mı burulğan içindedir yoksa bize bile gelir. Ve biz istesek de istemesek de bir şey tam aydındır ki bu hadiselerin büyük bir hissesi Trump'ın cəfəngiyatlarından başlayarak İran'daki hadiselerden kurtararak hamısı o ya bu şekilde medeniyetle bağlıdır. Sadece medeniyet elə artıbdır ki, medeniyet nümunələri internette, ne bileyim, cürə meydançalarda elə bir müxtəliflik var. Ne bileyim, ve aynı zamanda ümumi mənada mədəniyyətin qıtlığı hiss olunur bütün dünyada. Yani o nümayişkarana gösterilen şeyler hamısı üzdədir. O dərin qatlar değil. O mədəniyyətin dərin qatı sanki itifdir. Mən mədəniyyətin dərin qatı deyəndə nə nəzər tuturam? Biz dikkat yetirse her şeye, tiyatrodan başlanmış bir zavoda kimi görərik ki, her növ medeniyet sanki itifti, əriyifti. Yani iqtisadiyyatın içinde iqtisadi medeniyet yoktu. Təhsildə təhsilin öz xüsusi ona xas olan mədəniyyəti itir. Teatrı götürsək, orada aydındır. Və ən öndəsi odur ki, ən çox deyəsən itki ilə siyasi mədəniyyətdir. Ona görə də bizi indiki vəziyyət müəyyən dərəcədə dəhşətə gətirir və bunun bariz nümunəsi elə Trump'ın özüdür. O mənada ki, bu insan aynı zamanda elə bil bunun bir ince sənətlə, filanla, şovlarla zaten əlaqəsi var ama aynı zamanda doğrudan da qeyri-mədəniyyətsizliyin bariz nümunəsidir və biz gərək başa düşək ki, bu nədən gəlir, bu nədir? Mənim bu haqda Rəşad sonra təfsilatı ilə danışar, mənim bu haqda öz belki düz olmayan, mən demirəm ki, mütləq mən dediyim sözlər düzdür, o mənim öz şəxsi fikrimdir. Ən paradoksal şey burada oldu ki, bu müasir dövr paradoksunda oldu. Trump'ın özü elə bil ki, azadlığın nümunəsidir. Nə istəyirəm, eləyirəm, nə istəyirəm, danışıram. Bir gün yatıb, səhər oyanıb, nə fikrimə gəlirsə onu deyirəm. Bu mən özdə arxamda da böyük Amerika durubdu, ordusuyla, iqtisadiyyatı ilə, filanı ilə, cazı ilə və mənim ixtiyarım var bu mənada. Nə eləyirəm. Və burada xatalı şey oldu ki, başlayır emosional şeyler, yani ədəbiyyatda falan istifadə olunan şeyler, o da başlayır istifadə eləməyə. Məsəl üçün, məni ən çox təəccübləndirən odur ki, siyaset çevrilibdir təhdidlər meydanına. Yani sanki bütün günü səhərdən axşama kimi hamı biri-birini qorxuzur. Ay gəlirəm, ay ordu gəldi, ay sabah bombalayırıq, yox sabah yox bürsün. Ay Pusat Epstein'in ne bileyim kitapçalarını açırıq, yavr eləyirik. Yani her gün təhdid və bu adam dəhşətə gəlir buna baxanda ki, bunu axmaq dünyadır. Yani iş görmə əvəzinə, nəsə yaratmaq əvəzinə. Kimsə bu yaxında yaxşı bir şey demişti. Ay Allah, hansı verilişdəydi o ki, o Rönesans dövrü rahatlıq, sakitlik nöqteyi nəzərinə çox qarma-qarışıq dövrdür də. Kitablarda da bu yazılıbdır. Yaşamaq da çətin idi, quldurlarla doluydu küçələr. Ama aynı zamanda görürsünüz ki, o dövrdən bizə gözəl binalar qaldı, gözəl şəkillər qaldı.
Rönesansını. Yani ki bəzən elə gəlir ki, bu dövrdən belə geçsə, bu dövrdən heç şey qalmayacaqdır. Çünki ancaq elə şərtdə hamı təhdidlə məşğuldur. Trump bu mənada deməli şounun siyasətlə böyle ekizləşməsi prosesini bizə açıqca göstərir. Yəni ki, biz görürük ki, onun ötəri deyəsən əsas şu var, odur ki, şou продолжается. Məni ən çox təəccübləndirən bu yaxında bir şey oldu ki, hansısa Davos'daydı, hardaydı yala. Birdən dəftərçə çıxartdı. Dedi ki, mənim 363 günüm hamısı parlaq olubdur və burada hər gün yazılıbdır. Yəni, hər gün parlaqdır. Elə bir gün olmuyor ki, parlaq olmasın bu. Bir adam, hətta yox, işçilər, özlə yığışıqları, bir günləri kimisə qorxuzdu. Sabahları, nə bilim, Abraham Lincoln yaxınlaşdı. Birisi günləri İranda nəsə başlandı. Belə hər şey, yəni hər şeydə iştirak edir. Artıq deyirlər ki, 8 yox 40 müharibəni dayandırıbdır. Hesablıyorlar. Yəni, harada nəsə bir balaca qurdalanma var, o səcə məlum olur ki, Trump bunu həll edəcək. Bu hamısı gülməli olardı, bir şey olmasaydı. Qəribədir ki, Trump və mən burada 2 dəqiqədən sonra sözü verirəm Rəşada. Trump eyni zamanda belə deyək, zamanənin seçimidir. Qəribə də səslənsə bu, yəni heç də bizə görünən kimi təsadüfi adam deyil ki, bir dəfə gəlibdir, nə bilim, hamını qorxuzubdur, heç nə olmaz, gələn dəfə bunu. Bu artıq bir fenomendir. Nə mənada fenomendir? Çünki diqqətdən izləsək onun siyasətini görərik ki, müəyyən bir şeylərə nail olmaq istəyir və bu şeylərin özləri heç də dik şeylər deyil. Məsəl üçün, hamı bilir ki, bir günləri pul siyasəti, pulun artıq yer üzündə bərqərar olunması, tam bərqərar olunması, yəni fond birjaları, hedge fondlar və mərkəzi banklar, dolların üstünlüyü, bir çox şeylər dünyanı belə bir vəziyyətə salıblar ki, dünyada heç ölçmək olmur ki, pulun məbləği, miqdarı gərək həmişə istehsal olunan malların təxmini də olsa, o boyda olsun. Nə qədər səndə pul var, o boyda da istehsal. Diqqətlə baxsaq biz müasir iqtisadiyyətə görərik ki, yox elə deyil. Hedge fondlar, filanlar, birjalar, başqa fondlar, hamısı elə bir vəziyyət yaradıblar ki, o saxta pullar, mən kobud deyərdim, yalancı pullar. Yalancı sayı qat-qat artır, ona görə balansı tutuşturanda görürsən ki, pulların sayı qat-qat real istehsal olunan şeylərdən çoxdur. Bunu biz elə bil ki, görmürük. Amma diqqətlə baxsaq, görürük də. Məsələn ki, biz baxsaq ki, istehsalda olan artım nə qədərdir, istehlak bazarında olan artım nə qədərdir. Görərik ki, istehsalda olan artım qat-qat istehlakda olan artımdan son 5-6 ildə azdır. Nədən gəlir bu? Bu ondan gəlir ki, sadəcə elə bir burada balans tam qırılıbdır. Yəni, Azərbaycanda da belədir. Yəni ki, sən elə bil ki, çox istehlakdan məşğulsan, yaxşı istehlakçısan, amma arxasında istehsalat yoxdur. Bu nə vaxt ola bilər? Bircə halda. O vaxt ki, sən götürüb kimdənsə gərək borc alasan ki, o istehsalla çatışmayan istehsalı əvəz etsin. O dünya borçla doludur. Bu yığılan borçlar da öz növbəsində yeni problemlər yaradır, yeni razbalansirovka gedir iqtisadiyyatda.
Mən bunlar hamısını niyə deyirəm? Çünki ilk vaxtında Trump'ın o halen birinci dəfə seçilən Biden şeydi. O gözə çarpan bir şeydi. Biz görürdük ki Trump'ın fikri çox sadədir. Yəni elə bil ki Amerikaya istehsalatı qaytarmaq lazımdır. Aydındır ki, hamı bilir ki Amerikan istehsalatı çoxdan köçübdür. Çinə, o Cənubi Asiya ölkələrinə və orada da böyük kampanyalar orada işləyirlər və yavaş-yavaş bu ona gətirdi ki, Amerika faktiki 80% ancaq Amerikada 80% servisdir. Yəni ki, servis sənətlər deyirlər. Servis, hə? Xidmətlərdir, hə. Xidmətlərdir, bircə 20% istehsaldır. Və ona belə gəldi ki, mən gəldim, məndə bir güc var, xəsiyyətimdir belə, çox tünd xəsiyyətim var, hər şeyi düzəldə bilərəm və mən Amerikaya istehsalı qaytaracağam. Bax, ikinci kruq gəlibdir şeyə, ikinci dəfə də qayıtdı. Prezident bunu eləyə bilmir. Çünki bu Hasan şey deyil. Çünki sən ayrı-ayrı kampanyaların sənin işin var və artıq demiyorlar ki, biz korporativ dövlətlərdə yaşayırıq və korporativ dövlətlərdə bu mümkün deyil. Ən qəribəsi, maraqlısı odur ki, doğrudan bu həqiqətləri ona kimsə hardansa ona mesajlar mı gəlir ki, bunu eləsən yaxşıdır, bunu eləsən, özündən mi gəlir, yoxsa çoxdan, yoxsa başqa bir qurumlar var, onlar bunu diktə edirlər. Kökünü biz axıra kimi bilmirik, büyünə kimi. Söhbətlər gəzir ki, deep state-nə və bizi ən çox maraqlandıran gərək olsun ki, bu proses çox uzana bilərmi, yoxsa yox. Çünki onsuz da dünyada və bu haqda Rəşad söyləyəcək. Bu dünyada nə birinci, nə axırıncı krizi deyil. Hələm çox böhranlar olubdur, çox böhranlar olacaq və bu böhran birəcə xatalı görünür, böyük böhrana bənzəyir. Amma bəlkə də belə deyil. İndi sözü verirəm Rəşada. Eşq olsun. Tuğrul bəy, çox sağ olun. İlk görüşümüzdür, cəmiyyətin ilk görüşüdür. Ona görə biz də çalışaq Rəhman Baba ruhunda hansısa məsələlərə aydınlıq gətirməyə çalışaq. Yəni, əslində məni ən çox düşündürən son zamanlar, niyə mən bu söhbəti atdım ortaya? Məni son zamanlar ən çox düşündürən dünyanın qəlizləşməsi məsələsidir. Yəni, məsələlər çox qəliz oldu. Və bununla bağlı əslində iki xəbərim var. Biri yaxşıdır, biri pisdir. Pis xəbər odur ki, dünya dağılır və siz də bunu görürsünüz. Bu pis xəbərdir. Yaxşı xəbər odur ki, bu birinci dəfə deyil. Bu olubdur, dəfələrlə olubdur və əslində çox maraqlı bir prosesdir bu dünyanın dağılmağı. Biraz araşdırdım mən bu məsələni ki, nə baş verir və belə bir şey tapdım. Maraqlı bir konsept, bir konsepsiya tapdım. Polycrisis adlanan bir konsept var. Yəni, eyni anda bütün dünyada bir neçə böhran baş verir. Bunun tarixi, deyək ki, örnəkləri də var. Hətta 16-cı, 17-ci əsrdən. Amma 20-ci əsrdə bir neçə dəfə bu əslində təkrar olunubdur. Məsəl üçün, Birinci Dünya Müharibəsi dövründən sonra başlayan, mən 14-cü ildən 45-ci ilə qədər çox böyük bir dövr var ki, İspan qripindən tutmuş, 2 Dünya Müharibəsinə qədər çox fərqli və çox ağır böhranlar baş veribdir. Deməli, bu, yəni yaşadığımız gündəlik həyata əslində, yəni bunun problem nədir bu polikrisisdə? Bunun impakti güclüdür, təsiri güclüdür. Ayrı-ayrılıqda bəlkə də o hadisələr o qədər bizə təsir eləməz.
toplu şəkildə, cəm şəklində, yəni eyni zamanda həm deməli iqlim böhranı baş verirsə, müharibə olursa, pandemiya olursa, deyək ki, sosial bərabərsizlik, qeyri-bərabərlik böhranı, iqtisadi böhran, maliyyə böhranı və s. Bunlar hamısı üst-üstə düşəndə çox dəhşətli bir deməli görüntü yaranır. Və ən son deyək ki, bu poli krizislər, böhranlardan biri məsəl üçün 2008-ci ildə başlayır. Həm dünya maliyyə böhranı başlayır. Eyni zamanda ilk dəfədir ki, Avropada müharibə olur. Rusiya Gürcüstana hücum edir. Sonra 2014-cü ildə yenə ikinci dəfə Rusiyanın işğalı, böhran, 2020-ci ildə pandemiya və s. və s. Və bu hamısı üst-üstə yığılaraq çox qəribə bir dünya yaradır. O turbulent bir dünya yaradır ki, hansı ki, deyək ki, bir 10 il, 15 il əvvəl biz onu o qədər hiss eləmirdik. Deyək ki, 2010-cu illərə qədər bu qədər dəli bir dağılan dünya görmürdük biz. Deməli, hardan gəlir bu konsept, necə yaranır? 1970-ci illərdə Fransada bir sosioloq, bir filosof olur və çox maraqlıdır. O filosof indi də sağdır, onun 104 yaşı var. Mən onun videolarına baxırdım indi. Çox maraqlı bir adamdır. 1921-ci ildə anadan olubdu. Adı var. Adı Edgar Morin. Edgar Naum olub, Yəhudi ailəsindən gəlir. Sonradan Morin familiyası götürüb özünə. Daha Çok popüler idi bir 30 yıl bundan evvel. 30 il bundan əvvəl çox populyardır və çox qəribə də bir həyatı var. Kommunist partiyasına qoşulubdu, çox belə radikal sol hərəkatlarda iştirak eləyibdi. Sonra görüb ki, Çexoslovakiyada, Macaristanda xalq respublikalarında insanlara qarşı belə çox, hətta siyasətçilərə qarşı çox ağır repressiyalar olub, çıxıb Kommunist partiyasından, sonra gedib sosialistlərə qoşulub və s. və s. Bu ilk dəfə bu fikri ortaya atıbdı və buna da deyirlər qəlizlik filosofu, philosopher of complexity. Yəni ilk dəfə bu ortaya qoyub bu fikri ki, əslində bir böhran deyil, bir çox böhrandır və bunlar üst-üstə yığılır. Üst-üstə yığılanda da hər ayrı böhranın təsirindən daha güclü bir təsir cəmiyyət üzərində formalaşır və bu da müəyyən qədər davam edir. Sonra Kolumbiya Universitetindən, New Yorkdan başqa bir professor çıxır, Tooze adlı bir adam, bu yaxınlarda da artıq bu. Bunun da xoşuna gəlir bu ideya və başlayır bu haqda yazmağa, danışmağa. Hətta Davos forumunda məsəl üçün onu dəvət eləyirlər, bu polikrizis haqqında çıxışlar eləyir. Və sual verirlər ki, məsəl üçün necə yaşamaq lazımdır? Bu polikrizis ümumiyyətlə necəsə dayandırmaq olarmı? Və fikir edir ki, yox, bunu sən heç nə eləyə bilməzsən əslində. Bu o qədər böyük bir şeydir ki, eyni zamanda o qədər böyük hadisələr baş verir ki, yəni buna bir şey eləmək olmur. Sadəcə bu Amerikalı professorun çox maraqlı bir fikir. O deyir ki, bu biraz velosipedə bənzəyir. Velosiped həmişə stabil deyil də, qeyri-stabildir. Sən onu düz qoyursan, həmişə aşacaq o. Amma deyir, öyrənirsənsə sürməyi velosipedi, ondan sonra heç bir problem yoxdur da gedirsən. Yəni bu krizdə yaşamağında, yəni bu cür krizdə yaşamaqda gərək biz öyrənək və buna uyğunlaşaq. Düzdür, bu çox çətindir. Təbii ki, insan, necə deyirlər, dəmirdən deyil və çox ağrılı keçir də. Yəni, sonra pandemiya ilə bağlı onun çox maraqlı fikirləri var ki, pandemiyadan sonra, məsəl üçün o Amerikalı professor deyir ki, indiyənə qədər mən psixoloqun yanına gedirəm pandemiyadan sonra. Çünki tamamən pozulub deyir. Yəni ki, bütün mən psixologiyam, psixoloji vəziyyətim pozulubdur və
o məsəl üçün deyir ki, bu son dövrlərin ən böyük deyək ki, böhranıdır. O 2020-ci ildən başlayan və hələ də bitməyən, yəni müharibələr və digər məsələlər. Düzdür, 2025-ci ildə artıq həmin o professor Tuzun çox maraqlı yeni bir çıxışı var və o öz dediklərinə və bütün bu nəzəriyyəyə biraz şübhə ilə yanaşır artıq. Deyir ki, bəzi hadisələr artıq sadəcə böhran deyil, bunlar artıq niyyətli görülən işlərdir. Məsəl üçün, deyək ki, İsrail Qəzzanı dağıdırsa, buna sadəcə belə böhran demək mümkün deyil. Yəni ki, bu artıq burada şuurlu şəkildə görülən işlərdir. Və ya Trump bu federal rezerv sistemini sirkələyirsə, bu artıq yəni böhran deyil. Bu hansısa addımlardır. Və çox maraqlıdır ki, əslində yəni bəzi məsələlərin ikinci məsələyə mən keçim, o haqqda da biraz çox qısaca danışım və bu yeni dünya düzəni deyilən məsələdir ki, hal-hazırda çox danışılır. Bir çox ağıllı adam bu haqqda danışır. Yəni köhnə dünya artıq yoxdur, yeni dünya başlayır və s. Davos forumundan tutmuş Avropa parlamentinə qədər hamı bu haqqda danışır. Və burada da əslində çox maraqlıdır ki, əslində bu da yeni bir şey deyil və bu haqqda mən hətta bir yazı da yazdım bu yaxınlarda ki, əslində beynəlxalq siyasətdə, dünya tarixində hər zaman bir-birini dəyişən dövrlər olub ki, birində siyasi realizm fikri güclü olub və dövlətlər, hansı ki dövlət güclüdür, resursları çoxdur, onlar deyib ki, biz deyən kimi olacaq hər şey. Və bu dövrlərdə məsəl üçün güc balansı siyasəti yürüdülübdür. Müxtəlif koalisiyalar qurulubdur, amma kollektiv təhlükəsizlik olmayıb. Sonra idealizm dövrü gəlib, yığışıblar, bir araya gəliblər. Məsəl üçün, 2-ci Dünya müharibəsindən sonra ən gözəl örnəyi bunun odur. Birləşmiş Millətlər Təşkilatı formalaşır. Bütün dünyanı deyirlər ki, qayda qanunla idarə eləmək olar. Dünya hökuməti qurmaq olar əslində. Konvensiyalar yazılır, ölkələr konvensiyaları imzalayır və s. və s. Yəni, qaydalar ortaya çıxır. Amma indi bu düzən silkələndiyi üçün o demək deyil ki, yəni əslində həmişə qayda qanunu olubdu, indi silkələnir. Yox, yəni o qayda qanuna gəlib çıxmaq üçün də uzun müddət olub, uzun dövr olubdu. Dediyim kimi, bayaq dediyim kimi, 1-ci Dünya müharibəsi məsəl üçün çox böyük itkilər olub, çox böyük insan tələfatı, milyonlarla insan ölübdür 4-5 il ərzində. Və sırf ondan sonra qərara gəliblər ki, bir təşkilat quraq. Millətlər Liqası qurmaq istəyiblər. Düzdür, Amerikanlar özləri təklif eləyiblər, amma özləri iştirak eləmək istəməyiblər onun təşkilatda. Woodrow Wilson gəlib Amerikaya. Çox maraqlı bir fakt var orada. Deməli, Amerika prezidenti gəlir Parisə, Paris Sülh konfransına 18-ci ildə. Wilson gəlir, Birinci Dünya müharibəsi bitibdir. Sülh sazişi imzalanmalıdır. Yeni Millətlər Liqası qurmaq istəyirlər və s. Hardasa dekabr ayıdır, 1918-ci ilin dekabr ayıdır. Gəlir və 1919-cu ilin iyuluna qədər qalır orada. Yəni, prezident gəlir 7 ay qalır Avropada. Onu oxuyanda məsələn çox qəribə gəldi mənə ki, indiki sən məsəl üçün standartlarla götürsən onu, bir ölkənin prezidenti, Amerikanın prezidenti durub gedir Fransaya və 7 ay başqa orada gəzir, nə bilim, sonra qayıdır, gedir. Amma 7 ay Avropada olur. Hamı çünki oradaydı da o anda da. Bütün dünya oraya yığışmışdı. Bir ay yola gedirdik. Bir ay, gəmi ilə. Nəsrəddin Şah Qacar nə qədər qalmışdı Parisdə? Deyəsən, o da uzun sürmüşdü.
Məsələn, şah qacar. Hə, çox qəribə gəldi mənə. Yavaş gedir. Yavaş-yavaş həll olurdu məsələlər. Hə. Yəni dostlar, bax belə bir Mənim bir iki dənə əlavəm var buna. Yəni birinci Mənim xəbərlərim olar. Gəncədə bir mən özümə söz vermişəm ki, gərək bizi mürgü tutmasın, söhbət eləyəndə. Ona görə mən Rəşad velosiped məsələsini deyəndə mənim yadıma düşdü. Gəncədə bir Mirzə adında bir gözəl bir kişi var idi. Fizkultura müəllimi idi, amma dünya görüşü çox Nə müəllim idi? Mirzə müəllim. Hə, idmanla. Hə, fizkultura. İdmançı idi, amma əslində Bədən belə tərbiyəsi. mütəfəkkir idi, nə bilim, ADR-in bütün nümayəndələrini tanıyırdı. Atası birinci əlifbanı yazmışdı, nə bilim. Dədəsi İspaniyada həqiqətdir, İtaliyada o müqavimət dəstələrinə qoşulmuşdu və bir vaxt evin üstündə İtaliyanın bayrağı da var idi, sonra ona qadağan elədilər. Və bu Mirzə mənim yanımda birini öyrədirdi velosiped sürməyə. Ki, velosipedin 4 qaydası var velosipedə minməyin. Qaydaları bir dedi, nə bilim, minəndə o saçı ayağını atma ginəndə. Axırda dedi, birdən də sağ sual verin, 4-cüsünü. Birdən hamilə qadın qabağına çıxdı, nə qayıracaqsın? Dedi, nə qayıracam? Vallahi hiç bilmirəm nə qayıracam. Dedi, onda get ki, mən sənə imtihanı vermədim. Biz faktiki elə bir dövrdə yaşayırıq ki, o söylediğin velosiped həmişə çox belə gözləmədiyin bir şey qabağına çıxa bilər. Belə bir dövrdür ki, gərək qabaqca aydın tutasan, bax biz Rəşadla söhbət eləyirdik ki, görürsən biz söhbəti necə qurmalıyıq ki, yəni söhbət əslində, söhbətin əsas məğzi nə olmalıdır? Əsas məğzi olmalıdır ki, bu indiki dumanı, qarışıq bir dövrü imkan dairəsində sizlə bir yerdə, ayrılıqda yox. Biz də bir gibrəcənə o dumanı biraz azaldaq da, elə biraz səfəliyə, o yana bu yana ki, bir mənzərə görürsün. Və bu mənada mənə bir şey çox ciddi gəlir. Biz bəzən iqtisadiyyatı, mən bir dəfə Leyla da bunu söyləmişdim, sizə də söyləyeyim. Məsələn, biz bəzi şeyləri həddən artıq belə kompleksiti kimi, yəni bir böyük bir çətinlik kimi, bir çox belə dərin bir bilik tələb eləyən kimi görürük. Əslində elə deyil. Bir çox şeyləri çox sadə görmək olur. Məsəl üçün, Keynes'in bir dənə nəzəriyyəsi var. Buna trilemma case deyirlər. O nəzəriyyədə deməli 3 məfhum var iqtisadiyyatı formalaşdıran. Azadlıq, bərabərlik, ya ədalət və effektivlik. Və bu müşahidənin ən qəribə tərəfi odur ki, bunlar üçü bir yerdə heç cür mümkün deyil. Özünüz də oturub fikirləşsəniz ki, mümkünmü bunlar? Hansı ölkədə mümkündürmü ki, bu üç şey bir yerdə olsun? Azadlıq da olsun, ədalət də olsun, effektivlik də olsun. Yox. Çünki sən iqtisadiyyatı çox effektivli istəyirsənsə effektiv olsun iqtisadiyyat, gərək iqtisadi azadlıqlar olsun. İqtisadi azadlıq olan yerdə qolu yumruqlu adam daha böyük inkişaf eləyir və yavaş-yavaş ədalət cəmiyyətdə azalır, sən gir, axıda sıfır səviyyəsində gəlir, çıxır. Qəribədir ki, bunun da çıxış yolları demə var imiş. Məsələn, biz Avropanın tarixini çox az bilirik. Amma diqqətlə baxsaq Avropaya bu sakit illərdə, yəni müharibəsiz, təhdidlərsiz, nə bilim, bu 40-50 il belə oldu təxminən. Biz görərik ki, orada həmişə hökumətlər bir-birini elə dəyişirlər ki, əvəz eləyirlər ki, bir şey üzə çıxır. Məsələn, kimsə
bərabərliyə üstünlük verir. Onda sosial demokratlar gəlir. Sosial demokratlar biraz hakimiyyətdə olandan sonra solçular, iqtisadiyyat başlayır yavaş-yavaş dağılmağa. Effektivliyi azalır xeyli. Deməli, onda gəlir sağçılar. Sağçılar vəziyyət tam dəyişir və orada da başqa itkilər başlanır sağçı gələndə. Onda yenə də bərabərlik itirir. Yəni, bir-birini əvəz eləyir, bir təri tənzimləyirlər. Və get-gedə bu proseslərin çoxu, yəni heç kim birincisi bu müharibə, heç kim gözləmirdi ki, belə biz müharibəyə duçar olacağıq bu müharibələrə. Son zamanda elə bilirdik ki, bizim Qarabağ konfliktimiz var, deyəs bizdən ötəri də bu ən əsas şeydir. İndi şükürlər olsun ki, o konflikt daha tam səngidir demək olar ki, amma başqa konfliktlərin sayı get-gedə artır. Və qəribədir ki, o vaxtı ilə çox populyar olan Harari, yəni 3 kitab yazan Harari'nin kitabında bir ən çox təəccüblənən son hadisələr elə Harari'nin özüydü. Çünki Harari qəti əmin idi ki, və o 3 kitablardan birində bunu yazırdı bu haqda. Yazırdı ki, mən qəti əminəm ki, indən belə müharibə qeyri-mümkün şeydir. Müharibə ancaq vəhşi heyvanların içində ola bilir, insanların içində yox. Çünki müharibə mənasızdır. Nəyin üstündə quruldu? Çünki bir ölkəni tutmaq, zəbt eləmək elə bil ki, axmaq bir fikirdir. Çünki sən o zəbt elədin və sonra onu nədər idarə eləyəcəksən? Bax, bu əngələ bir Rusiya düşdü. Faktiki Rusiya bilmir ki, Ukrayna ilə nə eləsin? Nə eləsin Ukrayna ilə? Yəni, tutmaq da xatadır. Tutduq, sən onu idarə elə bilirsən, sən özün güclə idarə eləyirsən. Amma əl çəkə də bilmir. Çünki artıq əl çəkdi, Rusiyanın özü başlayacaq dağılmağa. Ona görə də elə bir çıxılmaz vəziyyət yarandı və biz tez-tez çox şeyi Trump'ın boynuna atırıq. Amma əslində bu böyük qalmağalı açan elə Putin özü oldu. Və qəribədir ki, o Rəşad dediyi idealistlərin arasında mən Rəşada verdim, bu mənim kitabımdır belə. Qürurla deyim. Verdim Rəşada oxumaq, bu Mark Carney'nin kitabını. Yadınızdadırsa, bu Kanadanın premier ministridir və heç vaxt fikirdə deyildi ki, Kanadanın premier ministri olsun. Çünki İngiltərə bankının rəhbəri idi, sonra gəldi Kanada bankına. Yəni pulu da var, hər şey var, 3 gözəl uşağı var. Heç nə bu adama heç nə siyasət lazım deyil. Amma elə məhz Trump'a görə və bəlkə də bu çıxış yollarından biridir. Məhz Trump'a görə liberallar Kanadada çox güclüdür. Amma bu dəfə liberalları Kanadada seçmədilər. Seçdilər Carney'i. Çünki Carney yeganə adam idi ki, təpinəndə Kanadaya ki, Trump, mən səni mütləq birləşdirəcəm, sən mənim olacaqsan, nə bilim nə. Carney də ona cavab verdi ki, Basbayra, sən Kanadanın heç vaxt yiyəsi ola bilməzsən. Və bu da seçkilərin, mən biraz yuxunda görərsən. Yuxunda görərsən sən bunu. Düzdür. Kanada biraz çabalayır, nə bilim, Alberta'da, nə bilim, deyirlər ki, bəlkə Alberta ayrıldı, bəlkə nə, bu problemlərdə Carney aradan götürdü. Yəni, Alberta'da hələ və Alberta ştatında hələ də belə bir şey var ki, gözləntilər var ki, orada bəlkə referendum keçirildi və Alberta dedi ki, mən çıxıram artıq Kanadadan, sonra da birləşirəm Amerikaya. Bu da çox gülməli şeydir, amma əvəzinə nə etdi Carney? Yəni, mən sizə nümayiş etmək istəyirəm ki, ayrı-ayrı şəxslər nə eləyə bilər, yəni bu şəxsiyyətsə. Əvəzinə Carney götürdü ayasızcasına, Çinlə başladı o oyun oynamağa. Halbuki Kanadanın özü bir dəfə Çinlərə oranı Hyundai'nin yox, Huawei'nin rəhbərinin rəhbərinin mavini idi, nə idi? Bir xanım.
Onu tuttu bir neçə il hələ o qız türmədə də oturdu. Bütün buna baxmayaraq Karni danışdı Çinlə. İndi Çinlər də söz veriblər ki, deməli bu söhbətlər finala çatdı. Finala çatsa, belə halda Çinlilər bəlkə Albertadan bir boru tikirlər. Okeana kimi ki, neft hasil eləyə bilsin Kanada. Çünki Kanadanın çıxış yolları yoxdur Kanada nefti üçün. Və axırıncı dəfə Karni faktiki açıqca çağırdı ki, bütün dövlətləri ki, artıq bizi bu böyük dövlətlər bizi boğurlar. Gəlin biz orta qiymətlər, orta dövlətlər, hamımız orta həcmli dövlətlər, hamımız biri-biri ilə birləşək və öz problemlərini yaxşıcana həll edə bilərik. Və bu faktiki biz görürük ki, bu dövlət səviyyəsində biz birinci dəfədir ki, çox ciddi və düşünülmüş bir müqavimətlə rast gəldik. Yəni, Trump'ın ya Putin'in öz başınalığına birinci dəfədir ki, kimsə təklif elədik. Bax, bu yolla da yavaş-yavaş müqavimət göstərmək və bu müqaviməti get-gedə artırmaq olar. Mən bu qədər. Əslində Karni həm də niyə çox maraqlıdır? Bu kitabı oxuyanda başa düşürsən. Çünki kitabın adı Values'dur. Yəni dəyərləri yenidən bərpa etmək lazımdır. Yəni təxminən belə bir şeydir. Bunun əsas prinsipi və deyir ki, indi qiymət və dəyər anlayışı sanki bərabərləşibdir. O məşhur Oscar Wilde'ın belə bir fikri var idi ki, hər şeyin qiyməti onun dəyərinə bərabərləşibdir. Yəni və ya dəyər qiymətə bərabərləşibdir. Ona görə deyir, məsəl üçün Karni deyir ki, buna yenidən baxmaq lazımdır və burada çox vacib bir məsələ, bu da bu yeni dünyanı anlamaq üçün məncə çox önəmlidir. Ümumiyyətlə bazarlaşma anlayışı, marketization. Əvvəllər bu daha çox kapitalizmin tənqidi idi sol tərəfindən. İndi hiss edirsən ki, məsəl üçün həm liberallar, həm sol bunun adını biraz dəyişiblər. Yəni market qoyublar. Amma yenə də marketin, bu bazarın gündəlik həyatımıza nə qədər müdaxilə etməsi və ümumiyyətlə cəmiyyətimizin bazar cəmiyyətinə çevrilməsindən bəhs edilir. Və bu çox güclü bir hərəkatdır. Sosial məkanın bazar məkanı, social space-in market space-ə çevrilməsi və get-gedə bizim həyatımızı daha çox doldurması, əhatə eləməsi. Yəni bunu mən təxminən çox xatalı şeydir. Bunun çox maraqlı bir örnəyini deyim sizə. Məsəl üçün LinkedIn bunun çox gözəl bir örnəyidir. Ora girəndə oradakı insanların yazdığı şeylər ki var. Baxırsan, yəni demək olar ki, bütün dəyər, insanın bütün dəyəri bazarın üzərinə sanki fokuslanır da. Yəni bazar nə istəyir? Belə bir adam istəyir və sən çıxırsan oraya ki, mən buyam. Və bəzən əslində məsələn ki, mən yerəm orada çox gülürəm. O qədər biraz belə şeyə çox qəribə bir şey var, amma çox gözəl göstəricisidir ki, insanı sən necə o çərçivəyə sala bilərsən ki, sən bax busan da, yəni sənin və əvvəllər məsəl üçün mən oxuyurdum bu haqda ki, kapitalizm, sırf Amerikan kapitalizmi totalitar bir ideyadır. Və mənə qəribə gəlirdi bu fikir ki, yox, totalitar, məsəl üçün komünizm idi, Sovet İttifaqı idi və s. Amma sonradan yavaş-yavaş başladım bunu biraz baxmağa, dərk eləməyə ki, əslində yəni insan doğulandan müəyyən bir məqsəd verilir sənə ki, sən bazar üçün formalaşırsan da, yəni sənin təhsilin, sənin biliklərin və s. bunlar nəyə lazımdır? İş üçün lazımdır da, yəni və get-gedə əslində məsələn yeni nəsildə də bunu çox görürsən ki, yəni
deyək ki, bizim nəsil və ya bizdən əvvəlki nəsil biliyi nə üçün əldə eləyirdi? Əslində biliyin əldə edilməsinin konkret bir məqsədi yox idi. Yəni bəzən çox abstrakt bir şey oldu. Nə bilim, cəmiyyətdə tanınmaq üçün ola bilərdi ki, bilik əldə eləyirsən və ya sırf özün maraqlıdır sənin üçün nəsə deyək ki, sən. Amma indi sırf bazara hesablanıb ki, nə oxuyacaqsan? Məsəl üçün, memarlıq oxuyuram ki, bundan pul qazana bilim. Mən yadıma gəlir, mən Hollandiyada başlayanda bu doktorluğa bizi ilə bir nəfər var idi, o da doktorluq eləyirdi və o bir məqalə yazırdı. Hollandiyada universitetlərin bazarlaşması. Və onun üçün o çox belə həyəcanlı idi bu haqda, belə çox şey yazırdı. Və yazırdı ki, məsəl üçün Rotterdam Universitetində fəlsəfə fakültəsini ləğv elədilər. Yəni onlar üçün o tragediya idi da, yəni fəlsəfə. Çünki niyə? Çünki fəlsəfənin heç bir praktiki şeyi yoxdur, tətbiqi yoxdur da. Yəni o bazar üçün fəlsəfə yoxdur. Onu görə ki, fəlsəfə nəyə lazımdır? Yəni bundan universitet yaxşı qazana bilməyəcək, fəlsəfiyə oxumağa gələnlər azdır. Amma müəllimləri saxlamalısan, fakültəni saxlamalısan və s. İcazə versəm, mən də bir əlavəni var, bir sözümü falan kəsim. Bu yaxında deməli mən bir şeyə rast gəldim ki, biz Amazonda deyəsən, Amazon servisidir. Hər bir cəfəngiyyatı yazıb gətirə bilərsən, Amazona göndərə bilərsən ki, mən istəyirəm yazıcı olum. Hər bir cəfəngiyyatı. 3 nüsxə təxminən internet variantında çap və bir-iki dənə də kağız eləyirlər, sonra gözləyirlər. Alan varsa deyirlər ki, alan artdı. Alan yoxsa deyirlər, bas bayra. Ta sən lazım deyilsin, sən yazıcı deyilsən demək. Yəni ki, bu bazar iqtisadiyyatının bariz nümunəsidir o mənada ki, sadəcə səndə rəşadət varsa, qorxu yoxdursa, götürürsən sınaqdan keçir. Bura belə otur yaz günən. Sonra, yəni ki, qrafomanlar üçün gözəl bir pulsuz bir, amma bu belə əlavə effektdir də bu bazar iqtisadiyyatının. Burada çox maraqlı bir sitat var. Bu dünya liderləri yığışıb gedirlər Papanın yanına, Fransisin yanına və əslində məqsəd də budur ki, cəmiyyətlər get-gedə market society-yə çevrilir. Bunun qarşılığını necə almaq olar? Papa da orada çox maraqlı bir metafora deyir. Yemək gətirirlər və deyir ki, indi biz yemək yeyəcəyik, yeməyin yanında da şərab içəcəyik. Şərab deyir, bir çox şeylər var da şərabın içində. Məsəl üçün, rəng var, gözəlliyi var, qoxu var, ətir var və s. və alkoqol var. Yeməkdən sonra isə deyir, biz qrappa içəcəyik. Qrappa da bir şey var, alkoqol. O birisilər yoxdur. İçməyənlər üçün qrappa İtalyan vodkasıdır. Hə, qrappa yəni ki, spirtdir, təmizdir də, yəni ki, deyir ki, o şərabın içində olan digər şeylər ki var, o yoxdur. Və Papa Fransis bunu insanlığa bənzədir, şərabı. Şərab deyir, insanlıqdır. İçində hər şey var, alkoqol da var. Qrappanın içində isə sadəcə bir şey var. Bazarda deyir şeydir, qrappadır. Qrappa bazarda, onun içində sadəcə bir şey var, self-interest. Yəni, sadəcə o maraq var da, yəni ki, insan qazanmaq marağı. Və deyir ki, sizin məqsədiniz, o dünya liderlərinə deyir ki, sizin məqsədiniz ondan ibarət olmalıdır ki, qrappanı yenidən şəraba çevirəsiniz. Yəni, insanlığı qaytarasınız yenidən. Onlar da qayıdırlar, bilmirəm nətər elədilər, yoxsa yox. İndi biz də faktiki incəsənət ocağındayıq. Onda incəsənətin özündə bu çoxdan var. Yəni ki, bir
artıq bir yəqin 100 ildir. 100 il olmasa bir 50 il belədir. Yəni hər bir əsərin ətrafında bir heç olmasa sən gərək əsərin dəyərini ən azı 50% onun o PR-ı, publicity, müəllifin adı, müəllifin nə bilim davaları, müəllifin intim həyatı, nə bilim bu şeylər yığılır və 50% qiymətin 50%-i budur və bunu hər bir rəssam bunu söyləyə bilər. Düzdür, sən heç talantsız olsan, bunun dəyəri yoxdur, amma qiymətə bu, o dəyərə, bu vəliyə, bu dəhşətli təsir edir. Belə. Bəy, sənət demişkən. Demişsən, biz xəbər var, dünya dağılır, bəs yaxşı xəbər də var demişsən, bəs o nədir bə? Yaxşı xəbər on. Bayaq onu gözləyir. Yaxşı xəbər odur ki, əvvəl də dağılıbdı, amma biz hələ buradayıq. Və insanlar bunu necəsə... İcazənizlə bir dənə bir balaca əlavə eləyim. Mənə belə gəlir ki, ümumiyyətlə belə bir, bax, söhbət düşdü ki, filosoflar nəyə lazımdır, yəni bazar iqtisadiyyətində bəzi biliklər yəqin ki, hər bir savadlı adam üçün çox vacibdir. Yəni ki, məsəl üçün, çox az adam özünə sual verir ki, və bu iqtisadi proses deyilən şey nə deməkdir? Yəni, tarixdə də kimsə yazır tarixi, sonra dövlətlər istifadə edir o tarixdən, sonra deyirlər ki, mən qədiməm, ya sən qədimsən, nə bilim, nə. Elə bil, belə siyasətin nökəridir tarix. Bir də var geopolitika, büyünər dünyanı dağıdan, əsas dağıdan geopolitikadır. Və qəribədir ki, geopolitika tarixin içində oturur, amma özünü elə aparır ki, elə bil tarixin yiyəsidir. Tarixin yiyəsi deyil, tarixin yiyəsi başqa proseslərdir. Tarixin yiyəsi, məsələn, bir dənə difuziya nəzəriyyəsi var tarixdə, çox sadədir. Deyir ki, hər bir tarixi proses ölkə üçün, hansı bir ölkə üçün üçcə şeydən bağlıdır, üçcə. Yəni, nə o siniflərin mübarizəsi, nə o kapitalın, nə bilim, hərəkəti, üçcə şey, demografiya, geografiya, bir də ki, texnologiyaların sirayiş olması yavaş-yavaş. Üçcə şey və biz diqqətlə baxanda ölkələrə, məsələn, gəlin bir anlıq Azərbaycana baxaq, bircə anlıq, bax bu nöqtəyə nəzərdən görə Azərbaycan nədir? Qəribə bir şey görürük. Görürük ki, Azərbaycan demokratik nöqteyi nəzərdən belə deyil, orta bir yerdədir. Yəni, bizdə nə katastrofa yoxdur, nə dəhşətli artım yoxdur. Demografiya tərəfindən, geografiya tərəfindən, coğrafi tərəfdən biz çox yaxşı vəziyyətdəyik. Çünki biz qidalana bildik və həmin bu Karmi deyir ki, bəzi qazanclar qəflətən gəlir. Məsələn, Covid-in qazancı oldu ki, uduzduğu da, uduzmadığı da. Bir yandan Covid dünyanı öyrətdi izolyasiyonizmə. Və biz gördük ki, Rus relakantları böyük hasanlıqla gəlirlər Ermənistana, idarəsi qalır orada Moskvada, burada oturur, buradan işləyir ona. Və bu proses bizə qabaqca xırda bir çıxış yolu gəlirdi. Məlum oldu ki, yox, bu geniş vüsat almış bir artıq. İndi böyük kampaniyalarda da belədir. Günlər olur ki, sən gəlməyə bilərsən işə. Ya, artıq izolyasiyon və bu elə bil xırda bir şeydir də bu izolyasiyon. Əslində xırda şey deyildi. Çünki nəticədə bu izolyasiya hamı öyrəndi. Sonra ölkələr də başladılar bu oyunu oynamağa. Sonra Trump çıxdı ortaya dedi ki, mən Monroe doktrinasını qaytarıram. Artıq indən belə bütün o kontinent, Amerika kontinenti ayrıcı olmalıdır. Düzdür, sözünə vəd eləmədi, o başqa söhbət. Yəni ki,
bu xırda şeyler, o ki qaldı texnologiyalar da bu gülməli şeydir. Məsəl üçün, burada elə qəribə faktlar var ki, mən özüm təəccübləndirəm. Məsəl üçün, biz bilirik ki, Rusiyanın ən parlaq çarı Pyotr gəmilər tikirdi, Qallandiyada gedib özəliyi ilə nə bilim tikirdi, nə və özünə sual versən, görəsən o dövrün texnoloji sirri nə idi? Bizə belə gəlir ki, yəqin Pyotra nəyisə gizlədirlər ki, Pyotr bunu görməsin, ki, gəmi tikiləndə nəsə bir mexanizmi necə ki, yox, heç açıqca onu hər şeyi söylüyor. O dövrdə ən böyük texnoloji deməli, sir çox sadə idi. Hakimiyyətin texnologiyaları. Görün, tarix nə qəribə şeydir. Yəni ki, Şvetsiya o vaxtı İsveçlə yoxsa həmişə bunları mən çaşdırıram. İsveçin parlaq dövrü idi və İsveç o vaxtı o dövrdə monarxiyanın qaydalarını yazırdı ki, monarxiya necə olmalıdır. Yəni sadəcə qaydalar. Və Pyotr xahiş eləyəndə ki, o qaydaları mənə göstərin. Demişlər ki, yox, bu texnoloji sirdir. və o bir dənə bir Foucault ya Fuit desə famili bir kişini göndərmişdi. Kəşfiyyatçı kimi o oğurlamışdı. və qorxa onu gətirmiş ki, Pyotr oxusun ki, bunların quruluşu nə olubdu. Yəni ki, o texnoloji şeylər də get-gedə dəyişirlər. Və biz bu günləri görürük ki, bizim gözümüzün qabağında müharibənin xüsusiyyəti, müharibə xarakteri tam dəyişdi. Və buna nə müsbət demək olmaz, nə mənfi demək olmaz. Bu sadəcə belə oldu. Çünki bir vaxtı bir rəvayət var idi ki, bəlkə elə oldu ki, insanlar birəcənə insan ölümü azaldı müharibədə. Azalıb elə bir. İndi bir dənə dron bir adamı öldürür. O dronun da qiyməti, insan həyatı ucuzlaşdı. Müharibə yox, insan həyatı ucuzlaşdı. Amma indi dronların hesabına və indi Amerikada qoşulur buna artıq. Yəni ki, artıq biz müharibə nöqtədə biz başqa bir dövrə addım attıq. Bu qədər. İndi mən də öz növbəmdə deyərdim ki, yenə qayıdıram o biz əvvələ. Biz demişdik ki, yəni ki, bu dumanı birəcə gərək biz seyrəldək. Və mənə belə gəlir ki, doğrudan da burada hamı hərə öz yerində, özü üçün, özü üçün bir fikirləşsin ki, görüm mən harada aldanıram, görüm mən nə eləyə bilərəm, görüm doğrudan reallıqda nə baş verir. Bircədən də sizə misal gətirim də. Məsəl üçün, bir dənə şey var, piramida kavo? Maslow. Bu Maslow'un piramidasında tanınmış şeydi, çox adam bunu rişənlə deyir, gəşi belə bir boş cəfəngiyatdır, öz arxasında elm zad durmayıbdır, belə bir ki, o ancaq sosioloji yox, sosioloji afrostiklardan zaten. Amma əslində hamı ona inanır, çünki orada doğrudan bir məntiq var o pillələrdə. Və biz günlər Rusiyaya baxsaq, çalışsaq ki, aydın başa çıxaq, bu Rusiyada nə baş verir? Görərik ki, Rusiya ancaq bu piramidanın içində bütün keyfi nailiyyətlərinə baxmayaraq, gözəl alimlərinə baxmayaraq, heç nəyə baxmayaraq, ancaq o birinci iki mərhələdən istifadə edir. Yəni ki, qida, yəni yaşamaq tərzi, fizioloji yaşamaq tərzi və təhlükəsizlik. Çünki sən çörək yeyəndə gərək kimsə gəlib çörək əlindən ala bilər, ona görə sən hazır olarsan. Biz Putin siyasətinə baxsaq diqqətlə görərik ki, ailə bu kişi axır vaxtı son
14-cü ildən yəqin bu yana laf belə biz laf 22-dən hesablayaq. 4 ildir bu ancaq onunla məşğuldur ki, burada oynayır. Deyir ki, heç nə olmaz. Sən sakit otur. Biz səni bəlkə biraz pis yaşadın, amma sən ən azı rahat olacaqsan. Təhlükəni təmin eləyirik. Sonra dedi, yox, təhlükəni də təmin eləyə bilmirik. Qidanı da təmin eləyə bilmirik. İndi biz sənə vəd eləyirik ki, Böyük Rusiyanı biz sənə qaytaracağıq. Artıq Rusiya imperiyası qayıtmaqdadır. Dəhşətdir bu. Bunu biləndən sonra başa düşürsən ki, ondan qabaq oturub fikirləşmək olar, nəsə bəraət qazandırmaq olar, Putin'də başa düşmək olar, nə bilim nə. Heç cür başa düşmək olmaz, çünki bu cəfəngiyyatdır. Bu sən xalq, cəmaatın o ilkin təsəvvürləri zaten faktiki spekulativ bir şəkildə başlayırsan istifadə eləməyə. Ona görə bizim əsas məqsədimiz odur ki, indi sizləri eşidək, görək ki, siz nə fikirləşirsiniz bu cəfəngiyyatlardan. Bu neçə ildir bu alınır da bütün bu boyda Rusiyanı ölçüdə geridə qalmış bir ölkə deyil. Cəfəngiyyatla hamını necə əldə saxlayır? Çox asandır. Çünki mən bunu çox yaxşı başa düşürəm. Onu addım-addım elədi. Və ona görə bir dənə gözəl Rusiya sosioloqu var, Auzan. O fikirləşir ki, hər millətin bir dənə cığırı var. Və o öz cığırını tapanda inkişaf yolu ilə gedir. O cığırını itirəndə başlayır o cığırı axtarmağa ki, mənim cığırım görüm hardadır. Mən burası vaxtınızı almaq istəmirəm. Bir tərəf bunu deyəm. Məsəl üçün, siz bilirsiniz ki, İspaniyada, Amerikada və Britaniyada birgə açmışdılar da Amerikanı, faktiki. İspan kralı var idi, bir də İngiltərə parlamenti artıq var idi. Və qəribədir ki, İngiltərə başladı inkişaf eləməyə, İspaniya get-gedə səngidi. İngiltərə tutduğu hissəsi Amerika kontinentinin varlandı, yavaş-yavaş normal bir demokratiyanın hesabına da normal bir dövlətə çevrildi. O aşağı ölkələri, Braziliya, Peruzat indiyənə kimi çıxa bilmirlər bizə. Nədən görəsən? Demək, bircə səbəbə görə. İspaniyada vergi yox idi və vergiyə nəzarət eləyən yox idi dövlət vergisinə. İngiltərədə artıq parlamentarizm idi və orada var idi. Yavaş-yavaş İspan krallığı o pulları yedi və heç nə yaratmadı. Burada İngiltərə çox ağıllı istifadə elədi o pulları, yəni öz cığırını tapdı və o pulların hesabına çox gözəl iqtisadiyyat qurdu. Yəni ki, hər dəfə sən gərək öz yerini tapasan. Mənim yerim hardadır büyünlərim? Və bu yeri tapandan sonra o cəfəngiyyatdan çıxmaq kifayət qədər asan şeydir. Rusiyanın yolu onda gəldi, hardadır? Yəni Putin onlara çatdıra bilib ki, öz insanlarına ki, bizim yolumuz nədir? Yəni onlar niyə alındı, niyə davam edə bilir? Yox, Rusiya bir qəribə xox yaratdı. Putin yavaş-yavaş çox qəribə bir xox yaratdı. Özü qabaqçılığından uzaq idi. Sonra gördük ki, yox, bu deyəsən məndə xeyri şeydir. Çünki onun əsas məqsədi odur ki, hakimiyyət saxlasın sadəcə. Hakimiyyət saxlamaq istəyir və özün nə millətçi demək olmaz Putinə, nə demokrat demək olmaz. Baxmayaraq ki, Almaniyada işləyibdir, kapitalizm biraz görübdür. Bu sadəcə oyuncudur. Bir adamlara deyirlər excellent administrator. Yəni ki, gözəl administrativ işdir, amma burada sadə administratordur, o mənadakı özünü qoruyur. İş elə qurur, gözünü qorusun. Və bu başladı nağıl söyləməyə ki, elə bil ki, bütün dünya yığışıb, fikirləşir ki, mən bu Rusiyanı yisəm,
dağıtsam çox gözəl olardı. Mən tox olardım, mən acam. Ölkən, heç bir ölkə yer üzündə Rusiyanın dağılmasını istəmir. Çünki o boyda ərazinin dağılması özündə faciədir. Bütün bəşəriyyət üçün. Sən o boyda sahəylə nə verəcəksən? Büyünə kimi Rusiya bilmir nə etsin ondan. Yeltsin vaxtıyla deyəndə ki, berите stолько suvereniteti, skолько можете, bu şeyləri bilirdi. Və bir dəfə Yeltsinə deyəndə ki, sən Rusların milli ideyası, Rus hökuməti nə olmalıdır? Diyordu ki, vallahi mən bilmirəm, bu milli ideya hamı danışır. Amma mən başa düşürəm ki, Rusiyanın milli ideyası çox sadədir. Biz gərək yavaş-yavaş Rusiyanı bir normal kökə salaq. Yaşayış üçün, insanlar üçün, nə bilmem. Və bu da bizim milli ideyamız. Çox gözəl və sadə milli ideyaydı. Amma o vaxt eşidən olmadı. Müharibə şeylər, Çeçinyədə müharibə başlandı, sonra müharibə uzandı, sonra defolk gəldi, nə bilmem nə. Və bu nisbətən gözəl. Putin isə cəmaət də qorxub Putini çağırdı. Cəmaət də müəyyən dərəcədə gördü ki, xəstədir, nə bilmem nə. Özü xəstədir. Bu adam da gəldi, başladı ondan istifadə. Rusların qorxusundan ki, biz özümüz hərəkətə gəlməsək, bizi gəlib yavaş-yavaş yeyəcəklər. Və kənardan baxanda belə bəlkə doğrudan belədir. Bəlkə Ukrayna yavaş-yavaş yerləşdirəcək orada NATO'nun qüvvələrini filan və təhdidlə, öz gücü ilə olsun, cumacaq Rusiya. Finlandiyanın birləşməsi, Şvetsiyanın birləşməsi göstərdi ki, yoxdur qərbdə belə gözləndilər, belə bir ümidlər ki, heç kəs Rusiyanı dağıtmaq istəmir. Amma bu, onu sirayət etdi hər bir Rusun fikrinə və mənim çox uzaqlardan səslənən bir yaddaşımda bir şey qalıb. Mən Ryazanda bir dəfə bir şeyə getdim. Balaca bir ada var idi orada. O adada da bircə dənə Ruslar deyirlər, izvuşka var idi. Orada da bir dənə cəcəfəcəydən bir kişi var idi arvadı ilə. Mən bunların qonağı oldum 2 gün. Çünki o qədər məəttər qaldım ki, o yerə Salotçi deyirlər, biz Zolotı Faustovskiyə bənd idik. Və bu kişi ilə bir söhbət təşdik, gündə araq içirdik, nə bilim, nə. Axırda mən tam açıldı bu kişi. Deyirəm ki, Dядя Федя, а вы в Москве были? Был на параде, я воевал. А еще где? А еще больше нигде я был. Делов полно тут, кормить надо, дети выросли, уехали. Вот я сижу здесь, например. Dedim, Dядя Федя, а меня спрашивают, а ты кто будешь? Dedim, я... Azərbaycanca zəhmət olmalı. Yaxşı. Nəyə görə senzurada ölüb, bəzi adamlar başa düşmür. Yaxşı dedi ki, sənin millətin nədir? Dedim, mənim millətim Tatardır. Bu birdən nə cavab verirsə yaxşıdır. Dedi ki, a Tatar davno nету. Tatarsan orada deyil. Ben dedim ki, как Татар нету? Dedi, а что, мы их разгромили 400 лет тому назад, и все, и татар нету. Ay maşallah. Sonra уже laf пьян olduk. Deyirəm ki, Федя, скажи, а вот зачем тебе? А Россия, она, конечно, большая, красивая. Yani Rusya çox gözəldir, nədir? Dedim, yaxşı, bu Rusiya gözəldir, sən mənə bir söylə. Sən nə lazım, sən burada oturursan. O boyda böyük Rusya. Bunun cavabı çox gülməli idi. Dedi, ləzzət verirdi adama. Yəni ki, artıq gör neçə ilin söhbətidir də, bu 60 ilin yəqin söhbətidir.
o kişi de bir çoktan yoktu yeryüzünde. Yani bir neçə illər buna bu sirayət olunurdu. Düşünürəm onun cavabında hansı praktiklikdə var idi. Çünki Rizayn tərəflər Şar tatarlarının torpaqları olubdu və əvvəl onlar orada çoxluq təşkil edibdi. Bu onu nəzərdə tuturdu deyəndə ki, biz onları çox tatar yoxdur. Deməli başqa Rusiyadan xəbər də yox imiş də bunun ki, başqa Rusiyada var, başqa Tatarlar da var. Tatar çoxdur, çünki hamısı onların övladlarıdır. Tatarlar çox iş görürlər. Tatar özünü Tatar sayan bilir. Bütün Volqa boyu hamısı Tatardır da. Adları Rusdur. Mən də bir sual vermək istəyirdim. O İsveç kralından gəldiniz, oradan o sirlər falan. İşte bu Rusiyanın indiki halından soruşmaq istəyirəm ki, bu əlaqə varmı? Bu Lotmanın YouTube'da leksiyaları var. Rusiya mədəniyyətinin tarixi və s. Və orada məni çox təəccübləndirən bir şey oldu, bir moment oldu. O deyir ki, Pyotr Per'da birinci Pyotr haqqında həmişə danışırlar ki, o Rusiyanı Avropalaşdırırdı. Bütün bu reformaları Avropalaşdırmaqla bağlıdır, özü də məcbur. Biz də məktəbdə, kitabda bunu belə oxuyurduk. Hətta bu belə balinlərin saqqalını qırxmaq və s. və Avropa. Və o deyir ki, amma əslində bir çox şeylərdə geri apardı. Məsəl üçün, Pyotr təhkimçiliyi möhkəmləndirilmişdi, amma Avropada dağılırdı. Avropada əksinə azadlıq başlayırdı. Və o deyir ki, elita, çox balaca elita da, onlar gedib Avropada oxuyurdu, gəlirdi, Avropa sayağı geyinirdi. Amma o bütün çoxluq təşkil edən bu kripasnoylar və s. Onlar məsəl üçün o köhnə paltarlarında qalırdılar. Əvvəllər deyir ki, balinlər də onlar kimi geyinirdi. Sadəcə parçası daha bahalı idi. Amma indi deyir, onlar üçün onların elitası da elə bil ki, yad planetli kimi idi. Və çox böyük belə razılıq. Hətta orada bəzi şeylər danışır da, belə moralni məsələlərdə. Məsəl üçün, bu kəndlidə yaşayanların qızlarını götürə bilərmişlər, geyindirə bilərmişlər, biraz təhsil verə bilərmişlər ki, sən kiminsə любовницası olacaqsan da, məsəl üçün, bu tipli şeylər. İndi mən düşünürəm ki, məsəl üçün, Putinin hakimiyyətdə qalmağı, baxmayaraq ki, sonra 70 il Sovetski Soyuz olub və sanki hamı bərabərdir, hamı təhsilə əl çatandır və sən ali təhsil də ala bilirsən və s. Bu o vaxtdır ki, yəni uçurumda ki, kripasnolar daha çoxdur, kəndlərcə elita çox nazik təbəqədir və indi də məsəl üçün Rusiyada demokratiya, liberallıq, nə bilim, qanun haqqında, qanun əliliyi haqqında danışan və onu maraqlandıran ancaq o təbəqədir. Amma bu birisi təbəqə hələ də ondan o haqda düşünmür və onu çox da narahat eləmir və o daha çox şeydə qalır. Məsələn, bir dəfə Putin də bir intervyusunda belə dedi ki, biz deyir, Sovetləri dağıtdıq, demokratik respublika qurmaq istədik, amma mən insanlarla görüşəndə gördüm ki, onlar çox məyusdur, yəni əksər insanlar. Onlar çox məyusdur, çünki biz onun yerinə, o Sovetin verdiyi bütün ideologiya və yaxud birləşmə, onun yerinə heç nə verə bilmədik onlara. Ona görə Putin də o gözləntilərə sanki cavab verirdi. Cavab verirdi, onu deyə gəlirdi. Bəlkə başa düşürlər ki, elektorat bu qədər, bu boydadır. Yəni, bunda bir əlaqə görürsünüzmü ki? Mən əslində elə bir deyəndə onu da əlavə eləmişsiniz ki, o Putin, birinci Pyotr deyirsiniz, casus göndərib oğurlayıb. O oğurladığını istifadə edib, yəni başa düşürəm. İstəyirdi istifadə eləsin, amma alınmadı. Sonra başı qarışdı o xanımlara almağı, gəmilər tikmək, o Alman xanımları, Yekaterinaların. Bununla əfsanə deyənin, yəni düzlaşdırıram ki, bəlkə fikirləşib ki, heç bizə bu uyğun deyil də, bizə lazım deyil, biz köhnə tərzə ilə davam eləyək, amma saqqalımızı qırxaq. Yox, o hamısı Putinin yalanlarıdır. Açıqca, məsələn, bir Polşanın politoloqu vaxtı ilə bir məfhum qoydu ortaya. Dedi ki, insanlar artıq iki növə bölünür hər bir ölkədə. Globalistlər və lokalistlər. Globalistlər o adamlar ki, dünya ilə əlaqədədirlər və bunların bölüşü belə gedirdi ki, bir
bir blokda, bir mənzildə, bir mərtəbədə sən Azərbaycanda da mən göstərə bilərdim. Yox, burada Arif Yunusovdur, Globales'dir. Burada da bir Məhəmməd var. Ömründə heç Bakıdan çıxmayıbdı. Yəni və bunların dünyaları fərqli idi. Və o vaxtı belə gəlirdi ki, bu belə bir qaranlıq bir prosesdir. Başa düşmək olunur ki, artıq cəmiyyətin içində də parçalanma gedir, amma məlum deyil ki, bu hara gedir bu. İndi bir günlər biz qətiyyətlə deyə bilərik ki, bu proses hələ də davam eləyir və bu proses artıq çox mürəkkəb bir prosesi çevrilir. Misal üçün, biz görürük ki, Putinin bütün qovum əqrəbəsi, bütün ətrafı, hamısı Avropadadır, hardadılar hamısı. Pulları da oradadır. Amma buradan deyir ki, məni zəbt eləmək istəyirlər. Yəni, cəfəngiyyatdır. Yəni, sən istəyirsən, burada yiyib, burada qazanıb, bu çox maraqlıdır. Bu istəyirsən. cəfəngiyyatdır, yoxsa bu artıq normallıqdır. Çünki mən tək Rusiyaya baxmıram da. Bir çox belə ölkələr var. Bəlkə də normaldır. Bir çox belə ölkələr var ki, məsəl üçün, insanlar bir cür danışır, amma başqa cür hərəkət edir. Yəni, demək olar ki, bu, son zamanlar mən görürəm ki, bu çox normaldır artıq. Yəni, ziddiyyət var kənardan baxanda, analitik olaraq ziddiyyət var. Amma artıq bu elə qurulub ki, yəni həm onu deyib, həm də bunu eləmək mümkündür bir arada. Və buna imkan və bu əslində çox maraqlıdır. Bax bu müzakirə bu idarə etmə forması ilə bağlı deyək ki, Rusiya və s. Mənə elə gəlir ki, yeni dövrün, yeni dünyanın bir xüsusiyyəti də ondan ibarətdir ki, artıq konkret belə məsəl üçün 90-cı illər, 80-ci illərin sonu demokratiya var idi ideal olaraq. İdarə etmə forması ən yaxşı budur. Bundan yaxşısı da ola bilərdi, amma nə bilim, nə. Və belə bir Diamond idi, yoxsa bu demokratiya nəzəriyyəçilərindən biri demişdi ki, the only game in town. Yəni artıq demokratiya hər yerdə və həmişə bu olacaq da. Yəni Fukuyama deyirdi ki, bu end of history, tarix bitdi, artıq liberal demokratiya. 2010'lardan sonra təxminən yeni dünya yaranıb ki, artıq elə bir ideal yoxdur. Və Rusiya bunun məsəl üçün mərkəzində duran bir şeydir, ölkədir ki, yoxdur artıq. Yəni ki, o ideal yoxdur və artıq bir çox başqa ölkələr, başqa insanlar bunu qəbul edirlər və başqa bir şey də yoxa çıxıb artıq. O demokratiya keçid deyilən bir şey var idi. Hətta transitology elmi var ki, məsəl üçün transitologiya var idi ki, hamı oturub öyrənirdi ki, demokratiya necə keçmək lazım. Sonra birdən hamı deyir ki, bir dəqiqə yanını, yəni ki, bəlkə belə düz deyil bu yolda, yəni ki, o avtoritar sistemlər, nə bilim, kommunist sistemlər, diktaturalar, onlar bəlkə elə belə keçməyəcək də, yəni, niyə biz düşünürük ki, bunlar hamısı, niyə bunu öyrəndilər, bildilər? Çünki gördülər ki, heç də hamı elə ora getmir də. Həm Latin Amerikasında, Afrikada, Asiyada və s. Yəni ona görə məsəl üçün yeni dövrün həm də bax, məsəl üçün bizim yadıma gəlir 2010-20 idi, yoxsa 21 idi. Qırğızistanda o vaxta qədər həmişə normal seçkilər olurdu, parlament seçilirdi, partiyalar var idi və s. 2020-ci ildə birdən belə bir situasiya yarandı ki, bir nəfər çıxdı, Japarov adlı bir adam, dedi ki, bundan sonra konstitusiyada dəyişiklik, artıq prezident olacaq, güclü prezident olacaq və o idarə edəcək, o qərar verəcək, o da mən olacaq. Yəni təxminən belə bir şey oldu və insanlar da sanki onu gözləyirdi. Qəribə bir şey yarandı orada ki, insanlar bezdilər ki, deyir ki, bu parlament tez-tez dəyişir, partiyalar biri gedir, o birisi gəlir, hamısı korrumpirovanlıdır və s. və s. Dedilər, bir adam olsaydı, biz ona deyəkdik ki, budur da, yəni bu indi problemləri həll eləyəcək indi. Həll eləyəcək ya eləməyəcək, amma bir adam olacaq. Və o vaxtdan artıq 5-6 ildir Qırğızistan modelini dəyişdi. Və insanlar da sanki onu
qəbul elədi və istədi. Bu da çox maraqlı yeni bir şeydir. O illüziya, təmayüldir. İnkişafları necədir o 5 il, 6 il? Stabildirlər. Biraz inkişaf var orada ama problem tek bunu değil. İş ondaki dehşetli bir prosesi biz müşahede ediyoruz. Bu doğrudan dehşetli proses. Yani yavaş yavaş elə bir avtoritarizm girişir demokratiya. Demokratiya iynə kimdən yaxşı şeydir əslində. Bütün zəif tərəfləri ilə, bütün bədbəxtçiliyi ilə yenə də yaxşıdır. Bütün o transvestitlər, nə bilim, nə, yenə də yaxşıdır. Amma artıq demokratiya girifdi avtoritarizmin içinə. Avtoritarizmdə yox, biri-birinin içindədirlər də bir sözlə. Trump yavaş-yavaş gözümüzün qabağında demokratik ölkənin bir prezidenti yavaş özünü avtoritar kimi apar və imkanı olsa Putin əməli başlı paxıldır. Yəni Putinə paxıllıq hissləri var onda. Çünki deyir, bu nətər oldu? Gör Putin nə sərbəst tərpənir. Çünki avtoritarizmin Amma burada çox maraqlı bir məqam var. Toğrul bəy, çox maraqlı bir məqam var ki, Trump nəyəsə nail olmaq istəyir. Tam tutmaq olmur nədir? Amma deyir də, yəni ki, çox aydın şeylər qoyub ki, miqrantları qovacaq, Amerikanı şey edəcək və düşünür ki, bu ətrafda olan hər şey ona mane olur. Yəni daha qısa yolu var da ki, bax bunları eləyək, gedək, tutaq, göndərək immigrantları və s. Yəni bu çox maraqlıdır da, yəni ki, bu demokratik yolla o düşünür ki, bunları eləmək mümkün olmayacaq. Ona görə bu yol. Yəni, belə deyim də, avtoritar olmaq üçün avtoritar olmaq istəmir Trump. Əlində bir çox məsələləri var, tələsir, bilir ki, sroku azdır, bu bitəcək də bir-iki ilə. Ona görə istəyirlər ki, bir çox işi çox qısa zamanda görsünlər. Eyni zamanda da hardaki məhdudlaşmış demokratiya var idi. Çində heç nəyə baxmayaraq demokratik meyarlarına məhdudlaşmış demokratiya. Yəni bir demokratiyadır, buna plutokratiya demək. Nə desəniz, yəni ki 30-50 bir kişi idi, otururdular. Deyirlər ki, ən ağıllısı mənim adım da Deng Xiaoping'dir. Bax, indən belə biz belə inkişaf eləyəcəyik. Və bu normal idi və biz gördük ki, bu normaldır. Yəni bu 30 ildə biz gördük ki, bu çox normal. İndi Xi Jinpinglə məşğuldur. İndi Xi Jinping təzədən qəti bəlkə də diktatura aparır. Özü Çin üçün, böyük ölkə üçün bu çox hatalı bir şeydir. Yəni çünki orada partlayış olsa, adi partlayış olmayacaq. Bir balaca evdəki infajar orada böyük bir ölkədir. Bir çox şey tutmaq olmur. Mənə belə gəlir ki, ən qaranlıq şey bilinləri migrantlardır. Heç kəs bilmir ki, bu miqrasiya prosesləri bir dənə bilən it də yoxdur ki, desin ki, bu miqrasiya prosesi nə qutaracaq. Çünki bəzi ölkələrə migrantlar gəlirlər, çünki orada işçi gücü çatmır bəzi sahələrdə. Məsələn, Avropa çox razıdır Ukraynalılardan. Çox razıdır. Çünki Ukraynalılar onlara tanış, hərəsinin əlində bir sənət var və çox yerləri doldururlar, boş yerləri, vakansiyaları filan zadı. Amma bəzi yerlərə zorla gəlirlər. Avropa pul verdi ki, Türkiyə Suriyadan qaçanları saxlayın. 4 milyard heç olmasa Türkiyə bundan qazandı, qorxmadı özü saxlamaqda. Yəni tutmaq olmur ki, bu proses nədir? Keçmişdə çox sadə idi bu. Deyirlər ki, ekonomik miqrasiya. Yəni ki, təxmin rəqəmlər də məlum oydu. İllik iqtisadi miqrasiya təşkil edir 300 milyon adam səkirdi dünyanı o taydan bu taya ki, iş tapmaq üçün ya bir, bəlkə mən lazım oldum, bəlkə biraz çox gün tutmaq olmur bu proses nədir? Əsas odur ki, Toğrul bəy, bizə gəlmir miqrant. Çox güman ki, Sərhəd açıq olanda gəlirdilər. İranda vəziyyət biraz gərginləşsə,
mən sizə and içirəm ki, bura dolacaqdır İrandan gələn miqrantlar. Gərginləşsə də Yox, miqrant biraz başqa da. Miqrant gəlir, iş axtarır. Yox, aydındır ki, sən nə deyirsən, amma sonra onlar da miqrantı çevirəcəklər də. Başa düşürsən, yəni ki, bu prosesləri tutmaq olmur. Bu nədir? Yəni ki, elə bil entropiya məfhumunu sən bilsən, entropiya nədir? Entropiya odur ki, hər bir hərarət burada hər küncdə orada 30 qradusdur, burada 20, burada nə? Mütləq axırda hər şey burada temperatur bərqərar olunur. Hansısa bir rəqəm deyirik ki, burada orta hərarət 23 qradusdur. 18 yəqin ki. Bəlkə 18 yəqin 18. Amma 23 deyil. Sən laf çəkilsən. Sual vermə, evet, çıxış elə. Söhbətdir bu, söhbət. Çox yaxşı başladı Toğrul müəllim, o mədəniyyət problemini qabartdı və əksər çox belə çox yaxşı punkt idi. Haqqında biz düşünməmişdik. Olanlara mədəniyyət böhranından yaranan problemdən uzantısı kimi baxmaq əslində çox yaxşı idi, amma çox təəssüf ki, oradan xeyli uzaqlaşdıq, başqa yerlərə getdik. Mən çox istəyərdim ki, Toğrul müəllim o istiqamətdə daha belə müxtəlif, nüanslı, daha geniş, əhatə edən bir şey. Ola bilsin ki, bugün üçün deyil, amma növbəti görüşləri üçün mədəniyyət böhranının müxtəlif formalara təsiri, məsələn, burada konsumerizm məsələsi var, bu özü bir mədəniyyət böhranıdır və yaxud incəsənətdə olan böhran və s. və axır. Yəni ki, davranış, mədəniyyət və əslində kitab da o vəliyular haqqında kitab. Bu əslində çox yaxşı, çox eşitmədiyimiz tərəflərdir. Bu birisi geopolitik tərəflərini biz aşağı-yuxarı hər gün eşidirik, tanışırlarımız olaraq gedirlər. Digər tərəfdən də Rəşad çox yaxşı polikrizis krizisini qoydu. Belə başa düşdüm ki, biz danışdıq xeyli və burada işin yarısını gördük. İşin yarısıdır ki, təqribən diaqnostikan qoya bildik. Təqribən bilirik ki, vəziyyət nə yerdə. 50%'ını görmüşük. Sualları da veririk təxminən, ortaya çıxan sualları. 50% artıq qalıb bizdən asılı ki, o cavab verək ki, indi biz neyini? Əslində maraqlıdır ki, Karne deyir ki, və tək Karne deyil də, bir neçə yerdə mən bunu oxudum, baxın, dedi ki, cavablar üzərində yox, suallar üzərində düşünmək lazım. Bəli, o çox maraqlı fikirdir. Başladın o şeydə ki, dünya dağılır, sonra deyin ki, bu qorxmayın da, bizdə də deyil. Yəni ki, burada əsas şey, qorxmayın. Cəsarətli olun. Nazım da ayrıca qorxuyla bağlı. Rahat olun. Bu qədər. Çünki izahlar var da, yəni bax o ağsaqqal 105 yaşlı fransız filosofu da çox maraqlı bir şeydir. Deyir, ondan soruşurlar ki, bu fransız gənclər indi gedirlər, səs verirlər bu National Rally, ultra sağ partiyalara da. Onlara məsləhətiniz nədir? O deyir ki, onlara məsləhətim odur ki, tarixi oxusunlar. Yəni deyir ki, o tarixi bilmirsənsə, yəni ki, gedib faşistə də səs verəcəksən, ona da. Yəni biraz elə bir ki, şeyə baxmaq lazımdır. Yəni bu da hardan mənim ağlıma gəlir? Mən gördüm ki, hamı danışır ki, bəs dünya dağılır, yeni düzən qurulur, şey eləyir və s. Və indi peşə etibarıyla deyək ki, biz indi Beyrək oyunla məşğuldur. Yəni biz siyasət elmi ilə məşğuluq və siyasət elmində də əslində çox sadədir də. Yəni beynəlxalq siyasətdə siyasi realizm var və idealizm var. Bunlar gedir, onlar gəlir. Bunlar Amerikadakı demokratlarla respublikaçılar kimidir də. Yəni ki, biri gedir, o birisi gəlir də. Yəni bu və bu davam eləyibdi. Əsrlərlə davam eləyib də. Yəni burada yeni bir şey yoxdur əslində. Sadəcə sən kənardan buna baxanda belə biraz qorxuludur və ən maraqlısı odur ki, əslində məsəl üçün deyək ki, politoloqlar, sosioloqlar, siyasətçilər kimi ki danışdırsan, hamı bu dili götürüb danışır da. Yəni deyək ki, o bir pillə aşağıya düşmək istəmir heç kim, düşünmək istəmir. Hamı eyni şeyi, o dilləri parroting də, yəni belə tutuquşu kimi
Hə, o dedi, bu dedi, o dedi, bu dedi. Görsən ki, hamı bu haqqda danışır ki, bəs yox da yeni dövr gəlir, yeni dövr. Axı yeni dövr deyil, yəni ki, bu olubdu. Bəzi yeniliklər, iqtisadi şeylər. Bilirsiniz, bu AI məni sözün açığı xeyli qorxuzur. Qabaqca fikirləşdim ki, mənim ilkin görüşümdə mən fikirləşdim ki, yox, həmişə insana belə gəlir. Bir yeni şey yarananda sən şübhələnirsən, yaşında dolanda laf belə böyük şübhələrlə baxırsan buna. Doğrudan da bu belədir. Mən məsələn bilirəm ki, həkimlər var ki, bu günləri bir həkim mənə çox gözəl cavab verdi. Soruşdum ondan ki, sən o çox belə bilikli həkimdir, Kazımın zadın yanında işləyibdi vaxtıyla Moskvada, orada kandidat olub, nə bilim, namizəd olub, nə bilim, nə. Bu dedi ki, qəribə bir oğlandı, oğlan deyəndə bir 60 yaşı var yəqin, məndən ötəri oğlandı. Dedi ki, bilirsən nədir, mən işdə oxuturam bizim həkimlərə. Dedim, niyə sən də oxuyursun? Dedi, mən oxuyuram bəzi şeyləri dəqiqləşdirmək üçün. Bəzən bəlkə yadımın çıxıbır artıq, yaşım elə cavan deyiləm. Və onlara niyə oxudursan? Dedi, onları oxudurum çünki onlar çox az bilirlər. Və onlar indi bir dəb düşübdür ki, hamı oxuyur onu. Onlar da oxuyurlar, yavaş-yavaş bilikləri artır. Və nəticədə bu xeyirdir. Bu yaxşı tərəfi. Amma pis tərəfi odur ki, yavaş-yavaş başlayır yalan danışmağa. Sonra başlayır, məsələn, sən sorucursan, bir sual verirsən, sağ başlayır, bilir ki, sən Azərbaycandansan, göbut deyirəm. Başlayırsa Azərbaycan mənbələrini deməyə. Tənbəllik eləyir ki, yığsın mənbələri, sənə döşəsin ki, ya da tərcümə eləsin. Yəni ki, bunun sos... Yalan, yəni belə şuurlu yalan danışır, yoxsa səhv eləyir? Necə? Səhv eləyir. Məsələn, Hacı haqqında o axırıncı seriyaya baxanda, onun orada qaynatasının familiyası düz deyildi. Mən də soruşdum, gördüm, elə təsdiq elədi ki, elə oldu. Çünki oradan götürür də, mənbədən götürür də, özü şeydən... Onda da biz ondan nə soruşuq? Ancaq mənbələrin düzgün olmasını... Biz ondan da gözləyək. Amma AI məsələsinin təkcə suala cavab verməkdə deyil də, başqa şeylər funksiyalarda olacaq. AI artıq başqa cür. Başqa cür şeydir də. Bəli, gəlir, qorxma. Əgər həkim işləmək istəyirsə də gələcəkdir. Sən bu işləməyə bilməzsən, bu qədər. Əgər mən AI ilə bərabər, mənlə bərabər diaqnoz qoyur. Köməkçi kimi də? Mənlə bərabər diaqnoz qoyur. Mən onunla işləyirəm mən artıq, onsuz olmaz. O da artıq iş. Köməkçi, hə. Mən də məsəl üçün işimdə... Diaqnoz qoymur. O diaqnoz qoymaq deyil. Diaqnoz mən qoyuram yenədə. O mənə köməkçidir. Kömək eləyir. Mənim işimi sürətləndirir. Çünki o bir çox şeyləri yoxlaya bilir də. Yox, siz haqlısınız. Bəlkə sizin sözünüzün qüvvəti yox, sözünüzün qüvvəti mən bu yaxında bir şey oxudum ki, hansı bir 4 yaşlı uşağın bir xəstəliyi var imiş. Hara aparır, özü pul varlı ailədir. Heç də alınmırdı. Sonra elə belə əlatsızlıqdan AI-dan soruşublar. Nəticəsi qəribə olur. Çünki demə bir dənə çox nadir xəstəlik var. Uşaqlarda olur özü. Bunun o tipdə hesab var. 1000 adama 1, nə bilim 100 min adama 1, nə bilim bu 2 milyona bir dəfə olan şeydir. Amma o yaddaşda kimsə o yaddaşa salıbdır, ona yaddaşda qalıbdır. Yedizdirilibdir də o AI-ya, ona görə də o tapa bilir. Və uşaq sağaldı o uşaq. Hal-hazırda AI-da istifadə səhvdir. AI-dən də istifadə edirlər. Götürürlər ona insanı suallar verirlər. O analitik düşünmür, o şey düşünmür. İntuitiv düşünmür, hiss edəmir, o analitikdir. Ona sual verir, 10 üstəgələk, 10 neçə eləyir? 20. Bunu deyəcəksən. O, səni insan necə hiss edir? Onu insandan soruş. Sən yaxşı tərəflərini dediniz də siz. İndi mən pis tərəflərini deyim. Pis tərəfləri odur ki, sən məsələn yavaş-yavaş çox küt adamlar CV-lərini, rezümələrini, filanlarını yazırlar. Bu yavaş-yavaş çevrilir belə bir
fake işçi bazarına. Ha, o Yəni ki, mən axı onları göndərirəm, özümü orada bir göstərə də bilsəm, cürətim çatsa, artist olsam biraz ki, mən küt ola məni belə bir işə götürəcəkdi ki, orada kütlərin yeri yoxdur. Bu bir tərəfi. İkinci tərəfdən kitabdan söhbət gəlirsə, mən bunu təkrarən deyirəm ki, bu dünya başlandı kitab oxumaqdan, yəni indiki müasir dünyamız. Kitab oxumaq, məqalələrlə bölüşmək, nə bilinən. İndi də elə bil bölüşmək olur. Amma əslində kitab belə bir şey idi ki, mənə pauzalar verirdi ki, mən oturum düşünüm. O pauzaların sayı get-gedə azalır. Yəni ki, mən bir adam eşitməmişəm ki, mən büyüyünə kimi ki, internetdə bir kitab oxusun. Çünki internetdə bu düzdür, müasir insan elədir ki, belə qalın kitabları oxumur. Amma internetdə heç oxuyan yoxdur. Çünki internetdə kitab oxumaq mümkün deyil. Çünki sənin düşünməyə imkanın da yoxdur. Çünki sənin fikrin dağılır. Və bu nə ilə qutaracaqdır? Mən 100% psixoloji nöqteyi-nəzərdən mən 100% əminəm ki, bu pisdir. Amma bilmirəm bunun çıxış yolu nədir. O yenə də gələcək ona şey edəcək ki, bundan bağlı bir intervyu, mən də belə çox qorxurdum bir çox şeyindən. Bir dənə Tucda Daronichev var, onun bilməm, intervyusuna baxmısınız yoxsa? Kim? Daronichev var, o AI ilə baxmısınız elə. O mən biraz qorxularımı azaltdı bundan bağlı. Bir də o yaxşı bir söz dedi ki, əlbəttə ki, bundan düzgün istifadə edib, yəni yaxşı işlərə görən də çox olacaq. Bir də ki, dedi, insanın nəyinə inanır? Məsəl üçün də biz indi təbiətdə mamutdalıcan qaçmırıq, elədir, özümüzə yemək tapmaq üçün. Ona görə, amma başa düşürük ki, hərəkət eləməliyik. Ona görə də çoxlarımız olmasa da hansısa qism idmana gedir, səhər çıxır, qaçır, başa düşür ki, başqa cür özünü pis aparır, pis hiss edəcək. Yəni, bunun kimi də yəni, insanların yenə də gəlib çıxacaq onların məsuliyyətinə, özü qarşısında və cəmiyyət qarşısında məsuliyyətinə ki, okey, mən kitab oxumuram, yoxsa oxuyuram. Mən başa düşürəm ki, mənim diqqətim dağılır və mən özüm şuurlu olaraq bunun qarşısını alıram, kitab oxuyuram, məqalə yazıram, bölüşürəm, yığışıram, söhbət edirəm və s. Yoxsa elə mən orada itib batıram. Yəni, orada itib batan da çoxlu təbəqə, yəni, mənim maraqlıdır ki, faiz dərəcəsinə götürsək, internetdən qabaq oxumayan təbəqə ilə nə qədər eyni deyil, məsəl üçün, aydındır ki, Sovet vaxt və yaxud bir neçə 10 illiklər, heç bir texnologiya olmayanda, amma kitab hamıya çatan olanda ən çox yəqin o vaxt oxunulurdu kitab, elədir. Ondan sonra konkurensiya gələndən sonra gəlir çıxır ki, kitabı daha şuurlu təbəqə, incəsənəti daha şuurlu təbəqə yaradır və gedir, baxır. Qalan təbəqədə, yəni həyatını onsuz da belə realisə qoyubdur, yəni həyat ona nə təklif edirsə ondan gedir, özü seçim eləmir. Yəni, özüm şey eləmir ki, bunu söndürürəm, 3 saat işləyəcəm, sonra 1 saat oxuyacam. Yox, burada dərd ondadır ki, artıq mən elə tanıyıram ki, ər də savaddır, yoldaşı da savaddır. Bu kitab oxumurlar. Sorcanda ki, niyə oxumursun, deyirlər ki, hiç vaxt da yoxdur oxumur. Çünki vaxtları bilmirlər. Vaxt yox, tadan vaxt var. Hal-hazırda diqqətin müddəti də azalır. Hal-hazırda insanların maksimum, ortalama bir şeydir, bir şey deyil, onu deyilmir, 8 saniyə. 8 sayda məsələ var, artıq insanın bir sifətində diqqət eləsəz, yəni diqqət eləyə bilsəz, görəcəksiniz ki, fikir başqa gəlir. Amma Nazim, sən bunu indi mən də bunu özümdə müşahidə elədim, bu sosial şəbəkələrdən də və sonra oradan yadıma düşdü ki, mən böyük kitablar çoxdan da oxumuram. Prosta bunun yaxşı xəbəri demək istəyirəm ki, və fikirləşdim ki, bunun üçün ayrıca vaxt ayıracağım. Məsəl üçün, başqa şeylər oxuyuram. O yaxşı yanaşmadır. Ayrı vaxt yaradı və yatmazdan öncə 1 saat oxuyuram. Çox özə əvvəl gördüm ki, oxuya bilmirəm. Çünki vərdiş itirdi də, o və non-fiction-da tez-tez oxuyursan axı bəzi şeylər. Başladım yenə roman oxumağa və çox yavaş. Və mən gördüm ki, 1 saat çox rahat saxlayırsan. Sən elə gəl ki, bunu itirmirsən, amma bu belə deyil. Yəni ki, necə amma bu da maraqlıdır ki, biz yəni artıq bir evolyusiya var ki, get-gedə deyək ki, tekst yoxa çıxır və onun yerini o gün məsəl üçün mən Elon Musk'a baxırdım, bir blogerlə danışırdı. Orada maraqlı bir söhbət var idi ki, artıq deyək ki, nə bilim, X-də olan
Yəni dünyada olan deyək ki, bütün şeylərin, materialın böyük əksəriyyəti artıq video formatındadır. Yəni insanlar tekst çox az. Deyir ki, X ən çox tekst olan bizim resursumuzdur, Musk deyir də. Amma onu izləyənlər ən az kateqoriyadır. Yəni ki, teksti oxuyanlar ən balaca kateqoriyadır da. Yəni artıq video var və nə bilim şeylər var. Yəni insanların o diqqət məsələsi də artıq kitaba diqqət yoxdur. Mənə gəlir ki, bu artıq belə bir təkamüldür. Mən deyəcəkdim ki, hə, yeni bir evolyusiyadır. Meydana gəlir sanki. Video məsələsində də bu da problem olmaz. Və biz mənə gəlir ki, məsəl üçün əfsanəni dedi, elə bil ki, biz özümüzü məcbur etmək istəyirik ki, geri qayıdaq. Və orada belə bir əziyyət var. Elə bil ki, sanki də əziyyət var, amma o bir məcbur eləyim özümü ki, bir saat oxuyum. O əziyyətlə bağlı olan zövq var idi ki, sən roman oxuyursan və bundan zövq alırsan. Onun üçün Yəqin nəsə romantikadır. Çünki bundan sonraki nəsillər o geri qayıtmayacaq. Yox, qayıtmayacaq. Yox. Söhbət getmir. Biz daha müəyyən cavanlardan geliyor. Yox, cavanlar ümumiyyətlə geri qayıtmayacaq. O bizdə o illüziya var ki, biz kitab Onlar yoxdursa, deməli heç olmayacaq da vəssalam. Onlar heç onun zövqünü də bilmirlər. Amma niyə məsələn? Onlar zövqü ancaq TikTokla bilirlər ki, ha, bax bu keyfdir, burada zövq. Amma Heyran xanım, çox maraqlıdır ki, bu haqqda da bizə də çox sual, mənə də çox sual verirlər də. Məsələn, mən görürəm ki, öz uşağımla da, Banoyla da. Məsələn, Banoya da telefon əl çatandır və istəyir gələn kimi bunu. Amma ona mən təklif eləyən kimi ki, gəl kitab oxuyaq da. Məsələn, mən sənə oxuyum da. Əsasən də mən yaxşı nastroyeniya adamsa, mən bunun üçün şeylərsə. Yəni, kitabın ayrıca bir cazibəsi var da. Prosta biz o da, yəni uşaqlara vərdiş eləmək məsələsi qalır. Yəni, yenidir də bu ancaq belə... bu yenidir. Ha? Çox daha çətinləşib bu proses. Ha, çətinləşib çünki bu konkurensiya yaranıb. Ona görə biraz barışacaq. TikTokdan çox zövqü çox rahat və tez alır. Mən düşünürəm ki, kitab əgər olunmursa, video olsun da. Yəni, mən çox belə kitaba qayıtmağın mütləq alınmırsa, praktik yanaşmaq lazımdır. Çünki bir məcbur etmə var. Burada bir bəzi sitatlar var. Mənim bir 10 yaşında bir nəvəm var. Mən fikirləşirəm ki, mən onu tərbiyələndirəndə hansı istiqamətdə ən çox çalışıram? Mənim ən çox çalışdığım odur ki, bu uşaq yəni deməsin ki, mən darıxıram. Məsələn, Qərbdə uşaqların çoxu o qədər hərəkətdadırlar ki, internet, məktəb, hansısa krujokka gedir, nə bilim, idmanla məşğuldur, nə bilim, dram krujokka gedir, orada teatrla məşğuldur. Vaxtları zadı yoxdur. Amma bircə qırıq pauza olan kimi, bircə qırıqa, bax bir 15 dəqiqə, deyir, mən skuçna, darıxıram, deyirsən, bu nə deməkdir? Sən bu şeycidən nədə darıxırsan sən? Mən yadınıza salmaq istəyirəm, mən fikirləşirəm ki, artıq biz çox danışdıq və söhbətləri gələcək üçün, amma saxlayaq. Amma Kantın o sözü məndən ötəri əbədi şüardır. İki şey məni əbədi təəccübləndirir. Başınız üstündə olan ulduzlar və kainat və insan təbəqəsində olan mənəvi qaydalar, qanunlar. İkinci sual daha ciddidir. Birincisi, bu özlüyündə maraqlıdır. Çünki bu həmişə insanı ona çağırır ki, bu dünyada bir çox maraqlı şeylər var. İndi günləri biz internet ətrafında axırda başladıq fırlamağa, amma tək internetdə axı o qədər maraqlı şey var ki, yer üzündə. Bunların taliyyəti və gərək bu maraq qalsın. Bu maraq qalan yerdə hər şey öz-özünə düzələcək. Teatr, kino olanda dedilər ki, teatr öldü. Məlum oldu ki, teatr ölmədi. Sonra internet olanda dedilər, indi kino 100% öldü. Kütləviliyini itirir amma. Yox, funksiyaları dəyişir. Mən bir gün baxıram. Rock'n'roll gəldi, caz öz kütləviliyini itirdi, amma getdirəm ki, artistik bir... Nə olsun, bu da pis deyil. Bu da pis deyil, birincisi, ikincisi. Məsələn, rock'n'rolldan, yəni, amma kütləviliyini itirir. Həmin rock'n'roll deyil. Məsələn, rock'n'roll özü, rap gəldi, rock'n'roll getdi artıq, rock getdi artistik. Ay Fırıdin, ona qalsa 20-ci əsrin əvvəlindən elə təsviri incəsənətdə
bütün o stillər, bir-birlərini üslublar 10 ildən bir dəyişiblər. 10 il kubizm olub, 10 il sürrealizm olub, 10 il dadaizm olub, 10 il nə bilim nə. Yəni ki, artıq biz belə bir dövrdə yaşayırıq ki, o kütlənin özü avtomatik şəkildə azalır, hər şeyin kütləsi. Bəzi şeylər kütləviləşir. Amma əksərən elə bil incəsənət başlayır ayrı-ayrı qruplara, şəxslərə ayrıca bax, bu mənim qrupumdur. Mən buna baxıram və mən buna bəndəm. Və bunu biz hər yerdə müşahidə edirik. Hər rəssamın özünün bir belə Cobut dilində sepalelçiki var. Bilirik ki, Hüseyin gedir, biz gedirik Hüseyin Akverdiyə baxmağa. Mən də gedirəm sərgi olanda o birisinə baxmağa, o da bu birisinə. Yəni ki, bu normal prosesdir. Amma siz təsəvvürləyin Cəfər Cabbarlı zamanında 30-cu illərdə hansısa bir tamaşanın 10 gün, 15 gün premyerası olurdu. Yəni bizim indi ağlımıza gəlməyən bir şeydir ki, necə 15 gün premyera var. Premyera var bir gün, uzağı 2 gün, bax belə uzağı 15 gün premyera. Bu onu göstərir ki, teatr dəyişətli bizim təsəvvür eləməyəcəyimiz qədər aktual bir sənət növüymüş. Və özü belə baxanda görürük ki, ən azından Sovet hökumətinin misalında bunun xalqla əlaqəsi bir çap idi demək olar, bir də teatr idi. Yəni, məsələn, bu gənclə başlaşdılar teatrı, filan teatr, o teatr, bu teatr. Bunlar o ehtiyaclara görə əslində, indi mən özüm oradan gəlirəm, biraz hələ də o havadayım deyə də orada tamaşa qoydular. Belə baxanda, yəni ki, o tam başqa ehtiyaclara görə, tam başqa məqsədlərə görə yaranmışdı və yeri gəlsin deyə hətta. Mən hətta bunu rəsmən də və şeydə də, internetdə də, videoda bir yerdə demişəm ki, bu truppaların hamısını buraxmaq lazımdır. Azərbaycan teatrının. Truppaları buraxırsınız, binaları kiraya verirsiniz ki, cəmaat özü, gənclər filanlar, onlar truppa yaradıb, kiraya götürüb, neçəyə deyil. Məsələn, indi orada da puş qoyurlar da ki, məsələn, qrim otağı olsun, olsun, filan olsun, bu qədər. Və beləliklə, bəlkə də daha yaxşı teatr yarana bilər. O, kimin sözüdür, simülyakr söhbəti var. Bunu elə ki, yalancısını yaradılırlar, yalancı teatrı. Doğrusuna imkan vermir. Məsələn, yalancı həmkarlar ittifaqı var, yalancı həmkarlar ittifaqı. İndi doğrusunu yaratmaq istəyən deyəcəklər ki, neysə, var da ya. Həm doğrudan da simülyakr həqiqiyə mane olur. O, məsələn, desən ki, xalqın səsi parlamentoda deyəcək, o qədər, elə gözəl bilat kimi şey, nə bilim, qəşəng, rahat şeylər, filanlar var. Var da, yalancısın da. Haqlısan, amma sən mənə deyim, biz burada bax, niyə oturmuşuq söhbət edirik? Səncə? Sənin təsəvvüründə. Oturmuş söhbət edirik, nədən? Kommunikasiyadır da bu. Kommunikasiyadır. Biz artıq kasad var burada. Kasad çəkirik ki, o qədər, mən bütün günü internetdə içində, mən internetdə otururam. Mən də eləyərim. Bunu da itirsək, canlı Amma çox maraqlıdır. Mən bax, bizim məqsədimiz elə odur. Bizim məqsədimiz odur ki, çox olsa canlı. Ben ona qayıdacaqdım ki, 9'a yaxın biz gedib bizdirək. Amma ki, bir indi 10-15 nəfər adam var, gəlin bir düşünək ki, biz bunu ayda bir dəfə heç olmasa eləyə bilirik, eləyə bilmirik. Necə eləyək? Burada eləyək, ya başqa yer axtaraq, nə bilim, gələn dəfəyə hansı yox, belə sadəcə olaraq gəlin bir fikir mübadiləsi eləyək. Əsas odur ki, eləyək. Eləyək. Yəni, ən azından bilirik ki, biz istəyirik canlı görüşək. Məncə, hamı razıdır ki, canlı istəyirik. WhatsApp-la istəmirik, telefonla istəmirik, nə bilim, Zoom-la istəmirik. Üşüyəndə nəfəsimizlə qızdıraq. Belə, heç olmasa ayda bir dəfə. Hərdən bir dənə adam belə-belə də qızım bastıyır.